xeyir olsun əziz izləyicilərimiz. Hazırda da siz də görürsünüz ki, biz Ağstafanın Həsən su və Qırılıq kəndinin kəsişməsindəyik. Bu zibilliklərlə bağlı bizə qaynar xəttimizə müraciət daxil olub və biz də gəlmişik ki, buranı çəkək, işıqlandıraq, aidiyyəti qurumlarla bu barədə məlumat alaq. Sakinlər də şikayət edirlər. Düzdür, onlar zibilləri bura tullayırlar. Çünki məcburiyyətdən tullayırlar və onlar da haqlı olaraq öz narazılıqlarını bildirirlər ki, bəs biz hara tullayaq, yer göstərsinlər qurumlar, biz də zibillərimizi ora ataq deyə. Və biz elə buradakən bir sakin görürük, şikayətçi görürük. İstəyirik yaxınlaşaq, ondan da bir məlumat alaq bu barədə. Zəhmət olmasa bura yaxınlaşa bilərsiniz. Salam, hər vaxtınız xeyir olsun. Yaxınlaşardınız. Yəqin ki, bura zibil tullayanlardan biri də elə sizsiniz. Elə deyilmi? Hə, mən zibil tullamıyorum. Zibil tullamırsınız. Buranın sakinisiz də? Bir daha hafız bu temiz silmək lazımdır. Təmizləmək lazımdır deyə düşünürsünüz. Abi ha təmizləmək lazımdır. Bunu nə gündədir? Bunu qətim işlətçi tökürlər bura. Pompis əldən qoyurlar. Bəs siz harasa müraciət etmisinizmi bu barədə? Mən özüm şey eləmişdim, abi, icra hakimiyyətinə getmişdik biz. Dedik bu zibil nədir? Cavab baxırlar ki, nədir bu zibil? Bəs onlar nə bildirdilər? Cavab yapacaq deyil, nə olmalıdır? Yəni hər halda icra hakimiyyətində məlumatı var, belə başa düşdük ki, və şikayətçi düşünürəm ki, özü də tullamamalıdır, amma hara tullasın deyə onu da sual düşündürür və məcburiyyətdən. Cətib əldən qoyurlar, ay vallahi. Pompis tullayırlar. Bəli, utandırıcı vəziyyətdir. Düşünürük ki, tezliklə bu məsələ öz həllini tapacaq. Aidiyyəti qurumlar tərəfindən biz də üzümüzü tuturuq, xahiş edirik aidiyyəti qurumlara bu məsələ ilə ciddi maraqlansınlar. Düşünürük ki, növbəti çəkilişimizdə məsələ öz həllini tapacaq. Bizdən bu qədər, sağ olun, növbəti verilişimizdə görüşənə qədər. Hələlik.